Dənizə gedən yoldayam. Qaranlıqda, indi fənarı yandıracağam. Effekti əlat. Yolu tam aydınladır mənim üçün. Bu yolu bayaq tapa bilmirdim. Yadımdan çıxmışdı. Burada mən əvvəl də olmuşam. Unuttum bir anlıq, sonra axtarıb tapdım yolu. Bu yol Quba-Bakı magistralına, o pullu yolu doğru çıxır. Sonra onun altından tunellə keçəcəm və dənizə doğru gedəcəm. Qarşıda Quba-Bakı magistralı var. Hətta maşınların işığı görsənir. Pullu yol var. Yəqin bir 20 dəqiqə, yarım saatlıq təxminən yolum olacaq. İndi edirəm ki, başımdakı fənarın şarjı tez bitməz çatana qədər. Yolun bir hissəsini gəlmişəm və əlimdə sadəcə bu bıçaq var. Bu balaca bıçaq. O da meyvə tərəvəz üçündür. Yemək hazırlamaq üçündür. Başqa da özümü müdafiə edəcək heç bir alətim yoxdur və ümid edirəm ki, elə bir hadisə ilə də qarşılaşmaram ki, özümü müdafiə etmək məcburiyyətində qalım. Saat 12-yə 12 dəqiqə işləyib və mən hələ də yoldayım. Amma maraqlıdır. Çox maraqlıdır. Tək tənha olmaq belə bir şəraitdə və bir qorxu hissi keçirməmək. İçimdə bir qorxu hissi olmamasına çox sevindim. Yoxsa bu yolculuq mənim üçün çox çətin olardı. O qarşıdan işıq görsənir. O Quba-Bakı magistraldır. Pullu olan magistral. Az qalıb çatıram ora. Bayaqdan yol gedirəm. Ancaq bilmirəm, səhv mi gedirəm, düz mü gedirəm qaranlıqda. Qarşıma fərqli yollarda çıxır. Ümid edirəm ki, düz getmiş olaram. Çünki bu qədər yolu geri qayıtmaq istəmərəm. Həm də başımdakı fənarın şarjı bitərsə, mənim üçün biraz ekstra çətinlik olacaq. Ümid edirəm ki, düz yolda irəliləyirəm. Düz yolda yanmış. Nəhayət ki, Quba-Bakı yoluna çatdım. Bu da Quba-Bakı yoludur. Maşınlar işləyir yuxarı ilə. Burada da belə bir tunel var. O tuneli indi keçəcəm. Kameraya düzdür, yaxşı yansımır və bundan sonra yəqin ki, bir 15 dəqiqəlik məsafəm qalıb. Doğru yolda olmağıma sevindim, çünki bu qədər yolu bir də geriyə qayıtmaq istəməzdim. Bakıya gedən maşınlar. Əla, yola davam.